Salam əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Bugün miqrə sertifikasiya istiqamətli situasiya tipli inteqrasiya sualının izahına baxacaq. Bilirsiniz ki, inteqrasiya ilə bağlı, yəni inteqrasiyanın növünü müəyyən etməklə bağlı situasiya sualları qəbul imtahanları üçün aktualdır. Situasiyamızdan tanış olaq. Məktəbin 9-cu sinif şagirdləri kəndimizin ekoloji problemləri adlı layihə həyata keçirirlər. Onlar yerli ərazidə tullantıların idarə olunması vəziyyətini araşdırır, sakinlərlə sorğu keçirir, nəticələri qrafiklərlə təqdim edir və problemin həlli üçün maarifləndirici video çarxı hazırlayırlar. Bu fəaliyyət inteqrasiyanın hansı növünü özündə əks etdirir? Situasiyanı incələsək, görərik ki, layihəmiz geniş aspektli bir mövzudur. Kəndimizin ekoloji problemləri, yəni şagirdlər yaşadıkları ərazidə, yaşadıkları kənddə ekoloji problemləri araşdıracaqlar. Konkret hər hansı bir fənnin məzmun xəttləri arasında əlaqəni görürükmü? Xeyr, yoxdur. Deməli, fəndaxili üfüqi inteqrasiya yoxdur. Həmçinin fəndaxili şaquli inteqrasiyanı da görmürük. Yəni, fənnin siniflər arasında əlaqəsini də görmürük. Fənüstü inteqrasiya varmı? Bəli. Təbii ki, biz hər layihə sözünü görəndə fənüstü inteqrasiya götürmürük. Əgər şagirdin sinif daxili fəaliyyətinə əsaslanırsa, yəni şagird bu işi, bu tapşırığı sinifdə icra edirsə, orada fənüstü inteqrasiya yoxdur. Yox, şagirdin sinifdən kənar fəaliyyəti varsa, şagird öyrəndiklərini həyatda tətbiq edirsə, bu zaman fənüstü inteqrasiya var. Onlar yerli ərazidə tullantıların idarə olunması vəziyyətini araşdırır, sakinlərlə sorğu keçirir. Gördüyümüz kimi şagirdin sinifdən kənar fəaliyyətinə əsaslanır və burada təbii ki, fənüstü inteqrasiya var. Bu layihə üzərində işləyən zaman şagirdə bir neçə fənlə bağlı bilik və bacarıq vacibdir. Yəni, şagirdə bir neçə fənlə bağlı bilik və bacarıq formalaşmalıdır. Biologiya fənnidir, coğrafiya fənnidir. Həmçinin burada diqqət yetiririk ki, nəticələri qrafiklərlə təqdim edir və problemin həlli üçün maarifləndirici video çarxı hazırlayırlar. Həmçinin informatika fənnini də qeyd edə bilərik. Deməli, situasiyamızda biz fənüstü və fənlər arası inteqrasiyanı müəyyən edirik. Doğru cavabımız B variantıdır.